Növbəti isbat sualında bizə deyir ki, ABC düzbucaqlı üçbucaqlısının daxilinə kvadrat çəkiblər. İsbat etmək lazımdır ki, bu ifadə doğrudur. Deməli deyirik ki, böyük düzbucaqlı üçbucaqda əgər bura bir alfadirsə, 90 alfadirsə düşünürəm ki, buranın beta olması lazımdır. Bura 90 bura betadırsa, burada alfa olması lazımdır. Bura 90 bura alfadırsa, onda buranın da beta olması lazımdır. Biz nə bildik ki, birinci bucaqlardan başlamaq lazımdır. Ümumiyyətlə biz başa düşürük ki, düzbucaqlı üçbucağın içərisində düzbucaqlı üçbucaqlar varsa, bu məsələləri həll etməyin yolu oxşarlıqdan gedir əsasən. Ona görə də biz burada bucaqları tapırıq ki, o bucaqları tapaq ki, onların qarşıdakı tərəflərə görə nisbətlər quraq, yəni oxşarlıq istifadə edək. İsbat eləməliyik ki, MP-nin kvadratı. MP-nin yerinə bir x yazaq. X-in kvadratı bərabərdir. AM, bura bir y yazaq. Vurulsun PB olacaqdır. Burada bir dənə S yazaq. Y vurulsun S olacaq. Deməli, nə iş görürük? Baxırıq ki, burada verilən əlaqələr soldakı və sağdakı düzbucaqlı üçbucaqlar arasındadır. Demək, biz bunlar arasında oxşarlıqdan istifadə edərək nisbət qura bilərik. Soldakı üçbucağın birinci üçbucağın ikinci üçbucağa nisbətinə görə baxsaq, burada alfanın qarşısında duran tərəf nə olacaq? Yer gəlmişəm, bu kvadrat olduğuna görə bunun hər tərəfi x-dir. Onda buralara x yazaq. Birinci üçbucaqda betanın qarşısında duran tərəf x-dir. İkinci üçbucaqda betanın qarşısında duran tərəf nədir? S-dir. Birinci üçbucaqda alfanın qarşısında duran tərəf y-dir. İkinci üçbucaqda alfanın qarşısında duran tərəf isə x-dir. Bunlar əgər çarpaz olsun, x kvadratı bərabər olacaq, y vurulsun s-yə. Deməli, isbat elədik ki, x kvadratı bərabər y ifadəsi doğru olur. Düzbucaqlı üçbucağın içərisində düzbucaqlı üçbucaq görürsənsə, məsələlərin 90%-ni oxşarlıq düşünərək həll edə bilərsən.